وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. En birinci kardeşlerimi salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sonra ise alemlerin Rabbi olan Allah Azze ve Celle'ye həmd sanalar edirik ki, bizə nəsib elədi, əta elədi. Biz qardaşlarımızla toplaşa bildik. Elhamdülillah. Və yenə Allah'a şükür edirik ki, Allah Subhanahu wa Ta'ala bizə əta elədi, onu zikr eləmək üçün fürsət verdi bizə. Və Allah Subhanahu wa Ta'ala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə elə bir neymət yoxdur ki, o Allah'tan olmasın. Allah vermiş olmasın o sizə. Başqa bir ayədə isə neymətləri haqqında deyir ki, وَلَا اِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər siz mənim neymətlərimə şükür eləsə, sizə artıracaq. Allah Subhanahu wa Ta'ala vəd verir. Ona görə də insan labuddur ki, ona verilən neymətlərin şükrünü eləsin Allah Subhanahu wa Ta'ala. Və bu da neymətdir qardaşlarla bir araya gəlmək. Zikir məclislərinin olması. Və əgər biz Allah Subhanahu wa Ta'ala bu zikir məclislərinin şükrünü layiqincə eləsək, Allah Subhanahu wa Ta'ala bizə daha da artıracaq. Allah Subhanahu wa Ta'ala qapıları açacaq. Çətin olan işləri asanlaşdıracaq bizə. Ona görə də Allah Subhanahu neymətlərin şükrü var. Və zikir məclislərinin şükürlərindən də nədir? O məclislərdə iştirak eləməyə həris olmağın, o məclislərin keçirilməsinə qatqıvın olmasında həris olmağın, insanları ora təşviq eləməkdə həris olmağın, bunların hamısı o zikir məclisinə gələndə, necə ki, böyük müəllimlərimiz, böyük tələbələrimiz qeyd eləyiblər bu barədə, elm məclislərinin ədəbləri barədə. Yəni, necə ki, sələflərimiz, salih sələflər qeyd eləyiblər elm məclislərinin ədəblərindən. Ora gələndə deyir, qulaqlarını da gətirməlisin. Necə Osman müəllim dərsində necə deyir? Allah bərəkət versin. Ora gələndə qulaqlarını da gətirməlisən. Amma üstündə qulağını gətirir, amma həqiqi mənada gətirməlisən. Yəni, qulağı verməlisən bura. Söhbət həqiqi mənada gətirməkdən gelir. Qəlbini gətirməlisən bu məclisin içərisinə. Qəlbin burada iştirak eləməlidir. Amma necə? Həqiqi mənada iştirak. Zaten sənləndir, amma həqiqi mənada iştirak eləməlidir. Burada deyilənlər o qəlbinə oturmalıdır. Və qəlbində kök salmalıdır. Əmələ çevrilməlidir orada eşitdiyin o faydalar. Sadəcə eşitdiyin, qulaq asdın, buradan çıxandan sonra əvvəlki vəziyyət olmamalıdır. Əgər danışılan şeylərdə hər hansısa bir naqislik, nöqsan varsa, nöqsansız insan yoxdur. Hər birimiz xəta eləyənik. Kullu bəni Ədəm xəttaun deyir Allah Rəsulü. Hər Adəm öyle xəta eləyəndir. Xayrul xəttainət təvvəbun. Ən gözəl xəta eləyənlər, fikir verin, xəta eləyən də gözəl ola bilir. Ən gözəl xəta eləyənlər tövbə eləyənlərdir. Eşidirsən faydalar, Allah belə dedi, Rəsulü belə dedi. Əgər varsa xəta düzəltməlisən. İşləməlisən onun üzərində. Nəfsinlə mübarizə aparmalısan. Və istəyirəm ki, bugün zikir məclisimizi gözəl bir mövzu ilə keçirək. Və o mövzu da nədir? Valideynlərin haqqı. Valideynlərin övlad üzərində olan haqqından danışaq. Valideynlərlə necə davranılmalıdır? Onların haqqları nədir üzərimizdə? Yaxşı valideynlər dünyasını dəyişəndən sonra onların haqqları davam edirmi? Davam edirsə onların haqqları necə ödənilir? Və dünyasını dəyişəndən sonra haqqları nələrdir? Və bu kimi məsələlərdən gəlin inşallah zikir məclisimizi faydalı eləyək. Və Allah Subhanahu ta'ala istəyirəm ki, danışdığımızda, dinlədiyimizdə və bizi ixlaslı eləsin və Allah Subhanahu ta'ala müvəffəq eləsin. Eşitdiyimiz bu faydaları həyatımıza keçirək, tətbiq edək. Və bilmək lazımdır ki, valideynə yaxşı davranmaq, valideynə yaxşılıq eləmək, onunla gözəl davranmaq, onunla rəhimli davranmaq, Allah Subhanahu və Teala'nın və Resulü Muhammed sallallahu aleyhi və səlləmin şəriətimizdə bizə vacib etdiyi, fərz etdiyi ən əzəmətli ibadətlərdəndir. Ən əzəmətli ibadətlərdəndir. Görəcəksiniz ki, nə üçün belə deyirik? Nə üçün ən əzəmətli ibadət deyirik buna? İndi görəcəksiniz inşallah Allah Subhanahu ta'alanın kitabında bunu. Baxın, Allah Subhanahu və Teala bu barədə çoxlu ayələr var Quran-Kərimdə. Sadəcə hamısını vaxt çatdıra bilmərik biz zikr eləməyə. Bir çox hədislər var Muhammed sallallahu aleyhi ve sellemin sahih sünnəsində. Hamısını çatdıra bilmərik. Onlardan bəzilərini seçib sizin üçün zikr edəcəyik. O ayələrdən Allah Subhanahu və Teala buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'a." Allah'a ibadət edin. Fikir verin.
Və la tuşriku bihi şey'a və Allaha heç bir şey şərik qoşmayın. Allah Subhanahu taala ibadəti əmr elədi, şirk qoşmamağı əmr elədi. Yəni tövhid yerinə oturdu. Dərhal fikir verin nə deyir? Və bil valideyni ihsana. Allah Subhanahu taala öz haqqını həyata keçirməyimizdən sonra bizdən istədiyi şey valideyndir. Allaha ibadət et, şərik qoşma, tövhid yerinə oturdu. Keçirsən növbəti əmələ. Nədir növbəti əməl şəriətimizin bizi təşviq elədiyi? Və bil valideyni ihsana. Valideynlərlə gözəl davran. Yaxşı davran onlarla. Başqa ayədə Allah Subhanahu baxın nə deyir? Və qada rabbuka. Sənin Rəbbin belə hökm verib deyir. Qada rabbuka. Sənin Rəbbin belə hökm qoyub. Allahın hökmünü bilmək istəyən budur. Əllə tə'budu illə iyyəh. Fikir verin. Allahdan qeyrisinə ibadət eləməyin. Allah Subhanahu şirki qadağan edir. Tövhidi yerinə oturtur. Sonra deyir ki: "Və bil valideyni ihsana." Bayaqki ayədəki kimi. Və valideynlərlə gözəl davranın. Və gözəl davranmaqdan hansı məsələlərdir? Ayədə bəzilərinə toxunulub. Ayənin davamında Allah Subhanahu taala buyurur ki: "İmmə yeblughanna indaka el-kibara ahaduhuma." Fikir verin. Ahaduhuma əv kilahuma. Əgər onlardan biri, valideynlərdən ata və ana biri və ya ikisi sənin yanında qocalıq yaşına çatarlarsa, qocalıq yaşına sənin yanında çatarlarsa, neynə onda? Və la təqul ləhumə uffin. Onlara uf belə demə. Fikir verin Allah Subhanahu kitabındakı ədəbə, gözəlliyə, İslamın gözəlliyinə, İslamın üstünlüyünə, İslamın çağırdığı gözəl əxlaqi dəyərlərə fikir verin. Allah Subhanahu kitabı da belədir. Kim onu oxusa, qəlbi ilə, gözü ilə, qulaqları ilə, diqqətli şəkildə imanla oxusa, orada xeyirləri görər. Kim ki, irad tutmaq üçün oxuyur, təbii ki, xeyirlərdən məhrumdur ona görədir. Allah Subhanahu kitabı, Rəsul sallallahu əleyhi və səlləm səhih sünnəsi yalnız xeyirlərə çağırır. Orada heç bir dənə şər yoxdur. Onlara uf belə demə. Allah Subhanahu demədi ki, onların üstünə qışqırma, onları vurma, döymə. Hardan başladı Allah Subhanahu? Təbii ki, onları da gələcək. Amma Allah Subhanahu ən birinci hardan dedi? Uf belə demə. Vəssalam. Sənə bir iş, vəzifə tapşırır, iş tapşırır, filan işi belə elə. Onlara uf deyə etiraz eləməyin var ha. Allah Subhanahu kitabına müxalifsən. Olmaz. Madəm ki səni asiliyə çağırmır, günahlara çağırmır, nə desə əməl edirsən. Nə desə ona itaət edirsən. Və ona uf belə demirsən. Sonra Allah Subhanahu buyurur ki: "Və la tenherhuma." Onların üstünə səsini ucaltma, qaldırma. Uca səslə danışma onlarla. Ona görə sələflərdən bəzilərindən gəlir ki, Həsən əl-Basridən, rahimehullahdan xəta etmirəmsə, deyilir ki, o anasının yanında danışdıqda səsini aşağı salardı, asla tonla danışardı. Səsini ucatmazdı. Allah Subhanahu buyurur ki, valideynlərə səsini ucatma. Kəmə sonra deyir ki, fəqul ləhumə qavlən kərimə. Onlara xoş söz söylə. Üstlərinə səsini ucatma və onlara xoş söz söylə, deyir Allah Subhanahu və Teala. Başqa bir ayədə Allah Subhanahu dərhal növbəti ayədə Allah Subhanahu buyurur ki: "Vəxfid ləhumə cənahəz-zulli minər-rəhməti." Onlara təvazökarlıqla rəhmət qanadları aç. Yəni onlarla rəhimli davran. Onlarla rəhimli davran deyir Allah Subhanahu. Sonra nə deyir Allah Subhanahu? Nəyi əmr eləyir bizə? Və qul, əmr formasındadır feil. Fikir verin, və qul, və de ki, əmr eləyib Allah Subhanahu. Bu cür deməliyik. Sən seçim verilməyib başqa cür deməyə. Sən bu cür deməlisən valideynlərin haqqında. Nə deməlisən? Deməlisən ki, və qul rabbirhamhuma kama rabbeyani sagira. Ey Rəbbim, onlar mən kiçik ikən məni necə tərbiyə edib böyüdüblərsə, sən də onlara indi rəhm elə. Sən də indi mənim valideynlərimə rəhm elə. Necə ki, onlar kiçik ikən mənə baxıblar, məni tərbiyə ediblər, əziyyətimi çəkiblər. Başqa bir ayədə, fikrin, bunlar hamısı Allah Subhanahu wa Ta'ala kəlamıdır, sözüdür. Bunlar kiminsə bəşərin sözü deyil, məxluqun sözü deyil. Alimlərin Rəbbinin, hər şeyə hökm edən, yerdə və göydə olan bütün məxluqların ruzisini verən Allah Subhanahu wa Ta'ala bu sözlərin sahibi. Deyir ki, Ənişkurli və li valideykə, mənə
şükr et və valideynlərinə təşəkkür et. Yəni sənə uşaq ikən baxıb əziyyət çəkib səni böyütdüklərinə görə, yəni sən də onlar qocalanda onlara bax. Zəhmətlərində dur, xidmətlərində dur mənasında yəni. Və sonra Allah Subhanahu taala bu sözünə, bu əmrindən sonra nəyi xatırladır? Fikir verin, boşuna deyil bu. İşarə etmələr Allah Subhanahu taala. Allah Subhanahu taala buyurdu ki, mənə şükür elə verdiyim nemətlərə, valideynlərinə isə təşəkkür elə. Sənə çəkdikləri əziyyətlərə görə, xidmətlərinə görə. Sonra Allah Subhanahu deyir ki, İləyyəl məsir. Bax, dönüş mənədir. Allah Subhanahu özünə dönüşü nəyə görə xatırladır? Yəni, valideynlərinlə gözəl davran, əksi halda bil ki, dönüşün mənədir. Onun cəzası var yəni. Valideynlərlə pis davranmanın cəzası var. Gələcək ki, valideynlərlə gözəl davranmaq, pis davranmaq ən böyük günahlardandır. Hətta hansı böyük günahlardandır, gələcək inşallah. Görəcəksiniz nə qədər əzəmətli bir günahdır valideynin üzünə ağ olmaq. Və dedik ki, valideynlərə yaxşı davranmaq həm bu dünyada olur, onlar yaşayankən, həm də onlar dünyasını dəyişdikdən sonra olur. Və lakin bilmək lazımdır ki, valideynlərin də arasında fərq var. Ananın haqqı atanın haqqından daha üstündür. Və bunun da dəlili Quran və sünnədə sabitdir. Bu barədə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmə sual verirlər. Deyirlər ki, ya Resulallah, ey Allahın Resulü, mən əhəqqun nəsi, ən haqlı olan insan kimdir insanların arasında? Bi husni sahabəti, gözəl davranmağıma. Mənim gözəl davranışıma ən layiq olan insanların içərisində ən haqlı olan kimdir? Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, qalə ummuk, dedi ki, anan, ən gözəl davranışa anan layiqdir. Qalə summə mən, deyildi ki, sonra kim ey Allahın Resulü? Allah Resulü buyurur ki, summə ummuk, sonra anan. Ravi deyir ki, sualı soruşan dedi ki, qalə summə mən, sonra kimə yaxşılıq edeyim, yaxşı davranım ey Allahın Resulü? Allah Resulü ki, summə ummuk, yeni anava, 3 dəfə. Fikir edin, hər dəfə sorusunu, ondan sonra kimə yaxşılıq edeyim, deyir anava. 4-cü dəfə sualı verən deyir ki, summə mən ya Resulallah, sonra kimə yaxşılıq edeyim? Allah Resulü buyurur ki, summə əbuk, ondan sonra atava yaxşılıq elə. Ona görə ananın haqqı 3 dəfə hədisdə zikr olunandan sonra atanın haqqı zikr olundu. Ananın haqqı daha üstündür və daha ucadır. Lakin hər ikisinin də haqqı kamil şəkildə nədir? Yerinə yetirilməlidir. Lakin bilmək lazımdır ki, ən gözəl müamiləyə, ən gözəl davranışa, ən çox ihsan olunmağa daha çox layiq olan ən birinci anadır. Başqa bir hədisdə yenə Muhammed sallallahu aleyhi və səlləmə sual verirlər. Deyirlər ki, ya Rasulallah, əyyül əməli afdal, hansı əməl daha fəzilətlidir? Qalə əs-salatu alə vaktihə. Muhammed sallallahu aleyhi və səlləm deyir ki, vaxtında qılınan namaz. Gecikdirilib, səhər işləyən və s. yığıb, toplayıb, axşam evə gələndə qəza edeyim, o yox. Vaxtında qılınan namaz ən fəzilətli əməldir. Sonra Allah Resulü buyurur ki, daha doğrusu sualı davam edirlər, deyirlər ki, ravi deyir ki, qilə, yəni deyildi. Deyən bilinmir, səhabələrdən biri. Deyildi ki, summə əy. Sonra ən fəzilətli əməl hansıdır? Qalə birrul valideyn. Sonra buyurdu ki, Muhammed sallallahu aleyhi və səlləm, valideynlərlə gözəl davranmaq. Vaxtında qılınan namazdan sonra Allah Resulü buyurur ki, valideynlə yaxşı davranmaq Allaha ən sevimli, ən fəzilətli olan əməldir. Qilə summə əy. Soruşdular ki, sonra hansıdır? Qalə Rasulullah sallallahu aleyhi və səlləm, əl-cihadu fi səbilillah. Dedi ki, Allah yolunda cihad eləmək. Fikir verin, Allah yolunda cihad eləmək kimi əzəmətli bir əməldən qabağa keçdi. Valideynlə yaxşı davranmaq. Allah yolunda cihaddan daha mühümdür, daha öndədir. Ona görə də əhl-i sünnə vəl cəmaa icma eləyib ki, valideynin icazəsi olmadan fardu ayn olmayan cihada getmək olmaz.
o yerdəki fardu ayında hamıya vacibdir artıq cihada çıxsın. Məsələn, ölkə müdafiə olunur. Düşmənin hücumundan müdafiə olunur. Ölkənin rəhbəri əmr edir ki, hamı cihada çıxsın. Bu halda icazə almırsan valideyndən. Rəhbərin əmri ilə çıxırsan. Öz ölkənin rəhbərin əmri ilə. Başqa ölkənin yox ha. Biz filan kəslə gedirik, filan ölkə ilə gedirik və s. Elə yox ha. Öz ölkənin rəhbəri ilə. Onun əmri ilə, onun göstərişi ilə. Yaxşı, əgər bu cür hal yoxdursa, hamıya əmr yoxdursa, könüllüdürsə, valideynin izni olmadan gedib yazılmırsan. Gelirsən valideyndən icazə alırsan. Muhammed sallallahu aleyhi və səlləm döyüş zamanı bir kişi gəlir, deyir ki, cihada çıxmaq istəyirəm. Allah Resulü ona deyir ki, Əhəyyun validəkə, sənin valideynlərin sağdır mı? Ordu sayını çoxaltmaya ehtiyac mühim değildi. Allah Resulü buyurdu ki, sənin valideynlərin sağdır mı? Qalə nəam. Kişi deyir ki, bəli, sağdırlar. Atam da, anam da sağdır. Allah Resulü buyurur ki, fəfihimə fəcahid. Ged onların yanında cihad elə. Yəni onlara gözəl davranmaqla, onların xidmətində durmaqla, onların ehtiyaclarını ödəməklə cihad elə. Hal-hazırda yəni sənin üçün döyüşə getməyin daha fəzilətlidir valideynlərimin yanında durub onların xidmətində durmağın. Fikir verin. Valideynin haqlarına, valideynə şəriətin diqqətinə. Cihada ordu lazımdır. Ordu yığılır. Allah Resulü deyir ki, valideynlərin sağçı ged olan xidmətində dur. O qədər valideyn haqları mühimdir. Allah Subhanahu taalandan istəyirəm ki, bizi valideynlərimizin haqlarını layiqincə yerinə yetirən övladlardan eləsin. Həm sağlıqlarında, həm də dünyalarını dəyişdikdən sonra Allah Subhanahu taala hər birimizin valideynlərinə gözəl, xeyirli ömür versin, gözəl sonluq versin və dünyasını dəyişən valideynlərimizin də günahlarını bağışlasın. Və sonra isə bir hədis var. Muhammed sallallahu aleyhi və səlləm hədisdə deyir ki, Ələ unəbbiukum bi əkbəril kəbair. Mən sizə böyük günahların içərisində, fikir verin ha, ümumi günahlar yox. Günahlar var kiçik, var böyük. Deyir ki, o böyük günahların içərisində ən böyüyündən xəbər verinmi? Bi əkbəril kəbair. Ən böyüyündən xəbər verinmi? Ravi deyir ki, qulnə. Biz dedik ki, sahabələr cəm olaraq, biz dedik ki, bələ ya Rasulallah. Əlbəttə ya Allahın Rasulü, bizə xəbər ver. Bizə xəbər ver. Qalə əl-işraku billah. Dedi ki, Allaha şərik qoşmaq. Fikir verin. Ən böyük günahdır Allaha şərik qoşmaq. Bundan böyük yox. Ən böyük günah budur. Sonra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm və uququl valideyn və valideynin üzünə ağ olmaq, ona itaat eləməmək, onun sözündən çıxmaq. Allahu Ekber. Allaha şərik qoşmaqdan sonra ən böyük günah olaraq valideynin üzünə ağ olmağa gətirdi. Muhammed sallallahu aleyhi və səlləm. Və həmçinin əzəmətli bir hədis var, çox mühimdir və istəyirəm ki, mütləq şəkildə buna toxunaq. Deyir ki, Muhammed sallallahu aleyhi və səlləm başqa bir hədisdə minəl kəbair, böyük günahlardandır. Nədir böyük günahlardan? Deyir ki, şətmur raculu valideyhi, bir kişinin öz valideynini söyməsi, təhqir etməsi böyük günahlardandır. Maraqlıdır. Bir kişi, bir insan ağlı yerində olan, əqli yerində olan, salamat bir insan deyil deməli bu. Salamat bir insan necə öz valideynini söyə bilər? Maraqlıdır. Sahabələrə də maraqlı gəlmişdi və soruşdular ki, ey Allahın Rəsulü, məgər insan da öz valideynini söyər, təhqir eləyər? Belə bir şey mümkündür. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, bir rəvayətdə nəam kəlməsi gəlmir, bir rəvayətdə Allah Rəsulunun cavabı belə başlayır, nəamla başlayır. Deyir ki, nəam, bəli, bir insan öz valideynini söyər. Söyə bilər, yəni elə insanlar var, ondan xəbər verir. O demək deyil, yəni söyməyin icazəlidir. Deyir ki, yəsubbu əbər rəculə fəyəsubbu əbəhu. Deyir, bir kişi başqasının atasını söyür, o da qəzəblənir bunun atasını söyür. Və yəsubbu umməhu fəyəsubbu umməhu.
qəzəblənir filan kəsin anasını təhqir eləyir, o da qəzəblənir bunun anasını təhqir eləyir. Və o valideynlərinin təhqir olunmağına səbəb olduğuna görə birbaşa özü valideynlərini təhqir eləmiş kimi günah qazanır. La havlə və la quvvətə illə billah. Allaha sığınırıq bundan. Fikir verin, ona görə diqqətli olmaq lazımdır. Zaten təhqir eləmək, başqalarını təhqir eləmək gözəl əxlaqi dəyərlərdən deyil, İslamın çağırdığı əxlaqi dəyərlərdən deyil. Allah Subhanahu taala'dan istəyirəm ki, bizi gözəl əxlaq sahiblərindən eləsin. Və başqa bir hədisdə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Ridallahi fi ridal valideyn. Allahın razılığı valideynin razılığındadır. Valideyn səndən razıdırsa, Allah da səndən razıdır. Valideyn sənə qəzəblidirsə, Allah da sənə qəzəblidir. Yaxşı, qəzəbi hardan götdük? Hədisin davamında gəlir. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, وَسَخَطُ fi sahatil valideyni. Allahın qəzəbi də valideynin qəzəbindədir. Onlar səndən razı qalanda, Allah Subhanahu taala da səndən razı qalır. Onlar sənə qəzəb edəndə Allah da sənə qəzəb edir. Təbii ki, valideyn sənə haramları əmr eləyirsə, sən də yerini yetirmirsən, sənə qəzəblənirsə, bu ora aid deyil. Valideyn sənə dünyəvi işlərdə nəsə iş görməyi əmr eləyirsə, həyatda deyir, düş falan işi gör, sən o işdə ona asi olursansa və o qəzəblənirsə sənə, bil ki, Allah da sənə həmin anda qəzəb edir. Subhanallah lazım. Valideyn sənə Allahın icazə verdiyi, şəriətdə icazə verdiyi şeylərdən birini əmr eləyir, sən gedib onu eləyirsənsə, o səndən razı qalırsa, bil ki, Allah da səndən razıdır. Və zaten aldığımız hər bir nəfəs, yaşadığımız hər bir an, məgər onun üçün deyil, Allah bizdən razı qalsın. Onun üçün yaranmışıq da zaten. Amma valideyni razı sal, Allah da səndən razıdır. Və həmçinin valideynin haqqı davam edir, hətta o dünyasını dəyişibsə də. Davam edir haqqı. Nələrdə onun haqları nələrdir? Bir hədisdə zikr olunur. Deyir ki, Muhammed sallallahu aleyhi və səlləmdən bir kişi soruşdu. Ya Rasulallah, həl bəqiyə min birri əbəvəy şeyun əbərruhumə bə'də vəfatihimə. Ey Allahın Rasulü, elə bir şey varmı ki, valideynlərim dünyasını dəyişiblər. Amma mən hələ də o yaxşılıqları onlar üçün eləməliyəm. Varmı elə bir şey? Qalə nəam. Allah Rasulü dedi ki, bəli var. Əs-salatu aleyhimə. Onlar üçün dua eləmək. Onlar üçün dualar edirsən. Vəl-istiğfəru ləhumə. Onlar üçün bağışlanma istəmək. Bağışlanma istəməyi duadan ayırdı. Dua, ümumi dualar istiğfarda xüsusilə vurğuladı Allah Rasulü sallallahu aleyhi və səlləm. Sonra deyir ki, وَاِنْفَاذُ عَهْدُهُمَا min ba'dihimə. Onlar dünyasını dəyişəndən sonra vəsiyyət veriblərsə, vəsiyyətlərin yerinə yetirmək. Fikir verin. Onlara dua eləmək, bağışlanma istəmək 2, onlar öldükdən sonra vəsiyyətləri varsa, vəsiyyətlərini yerinə yetirmək 3, وَاِكْرَامُ صَدِيقُهُمَا. Və onların dostlarına, valideynlərin dostlarına, ananın, məsələn, padruqalarına, atanın dostlarına nədir? Durub oturduğu kimsələrə yaxşı davranmaq, onlara ihsan eləmək, malından, mülkündən, gözəl davranışından, onları gedib ziyarət eləmək valideynin haqlarından. Subhanallah lazım. Fikir verin İslamın gözəlliyini. İslam görün cəmiyyətin necə qoruyur? Cəmiyyətdə gözəl əxlaqi dəyərlər necə yayır? Fikir verin. İslamı bəyənməyənlərə. Valideyn dünyasını dəyişibsə fikir verin cəmiyyətdəki o müamilələri necə qoruyur, gözəlləşdirir İslam. Deyir, valideyninin dostları var ha o. Atavın dostları var idi. Onlara yaxşı davran get. Onları get ziyarət elə. Ağsaqqalları, böyükləri. Get onları ziyarət elə. Könüllərin xoş elə. Fikir verirsiniz, cəmiyyəti necə İslam dini nəzərə alır. Təhcə şəxslərdən ibarət deyil, fərdi olaraq. İslam fərdi bir din deyil. Cəmiyyəti nəzərə alır İslam dini. Və son olaraq 2 dənə məsələyə diqqət çəkmək istəyirəm. İnşallah bununla da bitirək. Qardaşlarımızı çox yormayaq. Çünki məsələ çox mühümdir və məsələ hər bir valideynini sevən bir kimsə üçün xoşdur, şirindir. Məsələdən çox danışmaq olar, lakin istəyirəm ki, 2 dənə məsələyə işarə eləyək, bununla da yekunlaşdıraq. Ən birincisi,
Valideynin diqqət eləməyi lazım olan bir məsələyə diqqət çəkmək istəyirəm. Madəm valideynlərin haqqından danışdıq, valideynlərə də qısa olaraq bir xatırlatma. Və təbii ki, bu xatırlatma bizim yaşımız çatmır böyüklərə, ağsaqqallara özümüzdən nəsə deyək. Təbii ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin təmiz, pak sünnəsindən də bu xatırlatmalar. Muhammed sallallahu aleyhi ve sellemin xatırlatmasıdır. O da xatırlatma nədir? Övladlarla məşğul olmaq. Övladlara diqqət eləmək, övladların salih olması üçün, təqva əhlindən olması üçün, şərii elmləri bilmələri üçün, onların nədir? Və salih olmaları üçün onlarla məşğul olmalıdır ata. Nəyə görə? Çünki əzəmətli bir hədis var. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki bir hədisdə, kim bir xeyrə dəvət edərsə, təşviq edərsə başqa birini, təbii ki, ən mühüm olan, ən layiq olan da xeyrə təşviq etməyimizə ən layiq olan da övladlarımızdır. İnsan birinci evindən başlamalıdır xeyrə. Övladlarımız da ən birinci. Bir insan bir xeyrə yönəldərsə başqasına və yönəltdiyi insan o xeyri eləyərsə, o xeyri etdiyi müddətcə o xeyrə yönəldən var ha, o da onun savabından eynisini götürür. Onun savabından isə heç bir şey əksilmir. Bir insan bir şərrə yönəltmə verərsə, övladıvı, ən mühüm də buradan baxmaq. Şərrə yönəldirsənsə, o şərri etdiyi müddətcə də onun günahından azalmır, ona da yazılır, eynisindən sənə də yazılır. Ona görə də diqqət eləməliyik xüsusən də övladlarımıza. Səbəb nədir? Övladlarımızın salih olmağı üçün nəyə görə can atmalıyıq? Ahirətdə bizə savabların gəlməyi üçün ən mühümü də budur. İstəyirsən, sən öldükdən sonra sənə xeyirlər, mükafatlar verilməyə davam eləsin. Övladının salih olmasına diqqət elə. Bu hədisi də oxuyaq, bundan da inşallah bitirək. Muhammed sallallahu aleyhi ve sellem bir hədisdə deyir ki, mən qara'əl Qur'anə. Yəni, baxmaq lazımdır. Övladın Quran oxumağı bilir, yoxsa bilmir. Bilmirsə, tələsməlisən ki, o Quranı oxumağı öyrənsin. Çünki Quran oxuyana aiddir bu fəzilət. Fikir verin, görün valideynlərə hansı fəzilətlər veriləcək. Deyir ki, mən qara'əl Qur'anə. Kim Qur'anı oxuyarsa və təalləməhu və onu öyrənərsə, yəni onun hökmlərini öyrənərsə, oxudu, onun hökmlərini öyrəndi və əminə bihi, sonra ona əməl eləyərsə, bu mərhələdir, oxumaqla bitmir, hökmlərini öyrənməlisən, öyrənməklə bitmir, əməl eləməlisən. Və kim əməl də eləyərsə, əlbəsə validəhu yevməl qiyaməti təcən min nurin. Həmən insanın valideynlərinə cənnətdə tac qoyulacaq, nurdan bir tac qoyulacaq başlarına. O tac necə olacaq? Deyir ki, dav'uhu mislu dav'uş şəms. Dav'uş şəms. Deyir ki, onun parıltısı, işıltısı günəşin parıltısı kimi olacaq o tacın. Övlad Quran oxuyub, onun hökmlərini öyrənir, əməl eləyir deyə valideynin başına tac qoyulacaq nurdan. Və o tacın da işığı günəşin parıltısı kimi olacaq. Sonra deyir ki, və yuksə validəhu hilləteyni la yaqumu bihimə əd-dünya, fid-dünya. Hansı ki, dünyada sahibi olmadığı, o valideynin dünyada sahib olmadığı gözəl geyimlər geyindiriləcək o valideynlərə. Gözəl libaslar geyindiriləcək o valideynlərə. Fəyəquləni bimə kəseynə. Deyəcəklər ki, nəyə görə geyindirilir bu gözəl libaslar bizə cənnətdə? Nəyə görə verilir bu mükafatlar bizə? Fəyuqalu, onlara deyiləcək ki, bi əxzi vələdikuma əl-Qur'an. Sizin övladlarınızın Qur'an götürdüyünə görə, yəni Qur'an oxuduğuna görə. Allah Teala buyurur ki, mən oradan qalxan hər kəsin günahını bağışladım. Hətta mələklərdən deyirlər ki, ey Rəbbimiz, orada elə bir kəmsə var ki, o elm məclisi üçün gəlməmişdi. O sadəcə yol ötürdü. Sadəcə yolu ora düşdü, elə belə oturdu. Allah subhanahu teala deyir ki, o məclisdə oturanlar var, o zikir məclisinin adamları var, daimi iştirak edənlər, zikir məclisinə gələnlər. Onlar elə bir toplumdur ki, o toplumla birlikdə oturan kimsə bədbəxt olmaz. Mən onu da bağışladım, o elə belə yol ötüb oturan var, onu da bağışladım deyir. Allahdan istəyirəm ki, buradan qalxanda Allah bizim üçün də o lütfünü, ikramını eləsin və desin ki, oradan qalxan hər bir qulumu bağışladım və Allah bundan sonra da bizi günahlardan qorusun, valideyninizlə ağ olmaqdan qorusun. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu iləyk.